Ata, oğul ve müqəddəs ruhun adıyla. Amin. Rəbb sizinle olsun. Ve senin ruhunla. Aziz bacılar ve kardeşler, bugün bizim kilisemizde, Roma Katolik kilisemizde hususi bir bayramdır. Roma şehrinde 1701 yıl bundan evvel hususi bir kilise var. O Roma Papası'nın kilisesidir. O episkop kimi, onun kilisesidir ve o vaxt kilise kimi dikildi, tekdis edildi, başladı. Ve biz bir yerde bir aile kimi hatırlayırıq ki, kilise bina kimi yok. Bina yaxşıdır ama esas budur ki, biz imanlılar canlı kiliseyik. Müqəddəs mesanın başlayanda gedək günahlarımızı dərk edək. Her şeye qadir Allah'a Ve size, bacılarım ve kardeşlerim, itiraf edirəm ki, öz təqsirimdir ki, fikirlərimdə və sözlərimdə, hərəkətlərimlə və borcumu yerinə yetirməməklə çox günah etmişəm. Mənim təqsirimdir, mənim təqsirimdir, mənim böyük təqsirimdir. Buna görə müqəddəs, həmişə bakirə Məryəmdən, bütün mələklərdən və müqəddəslərdən və sizdən, bacılarım və qardaşlarım, xahiş edirəm ki, mənim üçün Rəbbimiz Allaha dua edəsiniz. Her şeye qadir Allah bizə rəhim etsin. Günahlarımızı bağışlasın və bizi əbədi həyata qovuştursun. Amin. Bize Göklerdeki yüce Allah'a hamdolsun ve yeryüzündeki hoş meramlı insanlara su gelsin. Seni tarif edirik, seni ucaldırır, karşında diz çökürür, sana hamd edirik. Her şeye kadir ata ey Allah'ımız, uca azameti düşün, sana şükür edirik. Rabbi Samesi, yegane oğul Rab Allah, Allah'ın kuzusu, atanın günahlarını temizleyen sen, bize rahmet. Dünyanın günahlarını temizleyen sen, dualarımızı
əyləşənsən, bizə rəhmət. Gloria, Allah'a həmd olsun. Çünki yalnız sən müqəddəssən, yalnız sən Rəbbimizsən, yalnız sən uca olasan. Hey Məsih İsa, müqəddəs ruhun birliyində, Ata Allah'ın izzətindəsən. Gloria, Allah'a həmd olsun. Gloria, Allah'a həmd olsun. Dua edek. Göyler ülkesinde ebedi mebedini kurmak için manevi taşlar olarak bizleri seçen Yüce Allah, sana yalvarırız. Dualarımızı dinle. Kilseler çoğaldığı zaman onlarda ibadet eden cemaatin manevi verdişlerini de müqəddəs ruhun gücüyle inkişaf ettir. Bunu seninle ve müqəddəs ruhla birlikte indi ve ebediyen hüküm eden oğlun Rabbimiz İsa Mesih'in adına senden dileyirik. Amin. Peyğəmbər Yezekəlin kitabından sözlər. O zaman o adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, Qurbancahın cənubundan aşağıya axırdı. O məni oradan, şimal darvazasından çıxarıb, bayır yoldan, şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı. O adam mənə dedi, bu sular şərq bölgəsinə tərəf axır. Oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq. Çoxlu balıq olacaq. Çünki bu sular oraya axır. Oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək. Çayın hər iki sahilində hər cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri tükənməyəcək. Hər ay meyvə verəcəklər. Çünki müqəddəs məkandan çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarına şəfa vermək üçün istifadə olunacaq. Bu Allahın kəlamıdır. Çayın suları Allah'ın şəhərinə sevinç gətirir. Çayın suları Allah'ın şəhərinə sevinç gətirir. Allah bizə sığınacaqdır, qüvvətdir. Dar gündə çox kömək edir. Buna görə biz qorxmuruq. Yer üzü alt üst olsa belə, dağlar uçub dənizin köksünü açsa belə, çayın suları Allah'ın şəhərinə sevinç gətirir. Bir çay var ki, suları Allah'ın şəhərinə axır. Hak Taala'nın müqəddəs məskəninə sevinç gətirir.
Allah bu şəhərin mərkəzində sarsılmaz durub, onadan yeri söküləndə yardım eder. Çayın suları Allah'ın şəhərinə sevinç getirir. Ordular Rəbbi bizimlədir. Yaqubun Allahı qalamızdır. Gəlin, görün Rəbbin işlərini, dünyada etdiyi viranəliyi. Çayın suları Allah'ın şəhərinə sevinç getirir. Müqəddəs Paulun Korinflilərə 1-ci məktubundan sözlər. Qardaşlar, biz Allahın əməkdaşlarıyıq. Siz isə Allahın zəmisi, Allahın tikilisisiniz. Allahın mənə verdiyi lütfə görə bir mahir bənna kimi bünövrəni qoydum. Başqası isə onun üzərində inşa edir. Amma hər kəs necə inşa etdiyinə diqqət yetirsin. Çünki heç kim qoyulan bünövrədən, yəni İsa Məsihdən başqa bir təməl qoya bilməz. Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın ruhu sizdə yaşayır. Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Çünki Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz. Bu Allahın kəlamıdır. Allaha şükürlər olsun. Aleluya, aleluya. Aleluya, aleluya, aleluya. Aleluya, aleluya. Aleluya, aleluya, aleluya. Aleluya, aleluya. Rəbb belə deyir, adımı əbədilik oraya qoymaq üçün bu məbədi seçib təqdis etdim. Aleluya, aleluya, aleluya. Aleluya, aleluya. Aleluya, aleluya, aleluya. Aleluya, aleluya. Rab sizinle olsun. Ve senin ruhunla. Müqəddəs Yehya'nın müjdəsindən İsa Məsih'in sözləri. Şan şeref Rabbindir. Yehudilərin Pasxa bayramı yaxınlaşırdı. İsa Yerusəlimə getdi. Məbəddə öküz, qoyun, göyərçin satanların və serafların oturduğunu gördü. İplərdən bir qamçı düzəldib, hamını qoyun və öküzlərlə birgə məbəddən qovdu. Serafların masalarını çevirib, pullarını yerə tüktü. Göyərçi satanlara da dedi, bunları buradan götürün. Atamın evini bazara döndərməyin. Şagirləri də evinin qeyrəti mənim yandırıb yaxacaq deyə yazıldığını xatırladılar. Sonra Yehudi başçıları ondan soruşdular. Bunları etməyə ixtiyarın olduğunu bizə hansı əlamətlə göstərə bilərsən? İsa onlara cavab verdi. Bu mədəni dağıdın, 3 günə
mən onu təzədən quraram. Onda Yehudi başçılar dediler, bu məbəd 46 ilə tikilib. Sən onu 3 gündə mi quracaqsan? Lakin İsa məbəd deyəndə öz bədənini nəzərdə tuturdu. İsa ölülər arasından dirildiği zaman şagirdləri onun bu sözləri söylədiyini hatırladılar. Müqəddəs yazıya və İsa'nın söylediği söze inandılar. Bu Rəbbin kəlamıdır. Rəbb İsa Məsih, sənə həmd olsun. Əziz bacılar və qardaşlar, bu il bizim qarşımızda həmişə bu şəkil var. Orada cəmaatdır, 4 nəfər və onlar dənizin üstündədir. Külək əsir və onlar özünü saxlamaq üçün xacı tuturlar qoy batmasınlar. Və bu xaç onun altında bir lükber var. Belə ki, biz bu həyatımızda ümid zəvariləri kimi yaşaya bilərik. Yenə də biz İsa'nın dirilməsi haqqında danışırıq. Həm də İsa belə sözlər deyir. Bu məbədi dağıdın, 3 günə mən onu təzədən quraram. Nə deyirsən? 46 il lazım idi bu binanı tikmək üçün. Amma şagirdlər, deməli, kim İsa'nın yanında idi, başa düşdü ki, İsa məbəd deyəndə öz bədənini nəzər tuturdu. Biraz fikirləşmək lazımdır. Bir məbəd, bu bizimki kilsə çox balacadır. Bu məbədə baxanda o artıq yoxdur, amma bizə biraz yerlər var, orada yazılır. Bu məbəd necə idi? Süper idi. Və İsa'nın bədəni haqqında danışmaq nəyə görə mümkündür? Çünki biz bura gəlirik çünki iman edirik ki, bu İsa'nın bədəni onun kilsəsidir. Və bu bizik. Biz imanın İsa'nın bədəni. Evkaristiya alanda keşiş deyir, bu İsa'nın bədəni və mən deyirəm amin və yeyirəm. Deməli, məndə bu bədənin bir hissəsi oluram. Çox vacib bir şeydir, çox qısa bir şeydir. Amma onu başa düşmək çox çətindir. Ona görə də Allah öz sözünlə, məsələn, Müqəddəs Pavel vasitəsilə bizə daha çox başa salır. O belə deyir. Qardaşlar, siz Allahın zəmisi, Allahın tikilisisiniz. Deməli, Allah nəsə tikir və demək olar ki, o bizi tikir və davam edir. Məgər bilmirsiniz ki, siz Allahın məbədisiniz və Allahın ruhu sizdə yaşayır. Hər kəs burada bir məbəd kimidir. Bədənin içində müqəddəs ruh var. Və müqəddəs Pavel davam edir. Kim Allahın məbədinə ziyan vursa, Allah da ona ziyan vuracaq. Dəhşətdir. Bu bədəninə kim ziyan vurur? Biz bilirik ki, içimizdə vicdanımız var. Allah'ın
sözü var bizim içimizde ve biz karar alırız. Biz Allah'a kulak asırız ya da kulak asmırız. Kulak asmırıksa şeytan gelir ve öz işleri bizim içimizde kurur. Bile vəziyyət dəhşətdir. Və demək olar ki, həmişə günah edəndə biz şeytana dəvət edirik. Şeytan gəl. Və Allah Müqəddəs Paul belə yazır. Allahın məbədi müqəddəsdir və bu məbəd sizsiniz. Biraz fikirləşmək lazımdır. Bu mənim bədənimi mən Allah'a verirəm ya da Allah'a deyirəm get ya da fikir vermirəm və şeytan gəlir və öz işləri görür. Bir kişi belə başa saldı. Siz fikirləşin, bu bina. Siz gelirsiniz, görürsünüz burada bir ay heç kim heç nə yırışdırmadı. Təmizləmədi, sadəcə bir ay ya da bir il heç bir təmizləmədi. Bu oturacaqlar və bu yer necə olacaq? Nə qədər çirkli olacaq? Evinizdə bilirsiniz ki, nə qədər vaxt lazımdır ki, artıq təmizləmək lazımdır. İndi fikirləşin, mənim ürəyimdə heç nə təmizləmirəm. Ola bilsin ki, bir pis şey etmirəm, sadəcə elə-belə. Dəhşət olacaq. Heç kim girə bilməz. Fikirləşin ki, məsələn, indi işıq daha çox yanmır və pəncərələrə bağlasın. İşıq gəlmir. Məncə, biz çox tez buradan çıxacağıq, işıq olmasa. İndi fikirləşin, ürəyimdə, mənim içimdə işıq var. Mən hardan işıq alıram? Hansı səhifələrdən, hansı aplikasiyadan istifadə edirəm? Hansı insanlar ilə münasibət edirəm? İşirim var, içimdə ya da qaranlıq var. Bu çox vacib bir söhbətdir, çox sadə bir söhbətdir. Əgər mən İsa Məsih ilə dirilmək istəsəmsə, ürəyim təmiz olmalıdır. Bizim içimizdə işıq olmalıdır. Belə fikirləşəndə mən deyə bilərəm, belə yaşamaq çox çətindir, gücüm çatmır. Allah bunu çox yaxşı bilir. Biz belə təkrar etmişik. Çayın suları Allahın şəhərinə sevinç gətirir. Bakıda bir çay var, yoxdur. Bir kanal varmış orada, daha çox su yoxdur. Amma şükür Allah'a ki, su var, şəhər suyu var, nəsə ala bilərik, belə yaşaya bilərik. Yerusəlim, bu təxminən yarım səhradadır. Ancaq dənizin yanında yox, amma dəniz nə qədər kilometr dənizə nə qədər kilometr məsafə var və daha çox Yerusəlim, bilmirəm, 800 ya da 1000 metr dənizin üstündədir. Deməli, onlar bir çay heç vaxt olmayacaq. Hardan gələ bilər? Dağlardadır. Orada su hardan gəlir? Yağış yaranda yığırlar və ondan istifadə edirlər. Və Ezekiel bunu çox yaxşı bildi və də belə yazdı. Çayın suları Allahın şəhərinə sevinç gətirir. Deməli, Allah bizim üçün çox gözəl bir şey edir. O istər ki, biz sevinç yaşayırıq. Və daha çox
problemlər olanda mən deyə bilərəm, köməyim yoxdur, tanış insan yoxdur, pulum yoxdur, işim yoxdur. Amma imanlı insan kimi deyə bilərəm, Allah var. Allah bizə sığınacaqdır, qüvvətdir, dar gündə çox kömək edir. Qoy həmişə belə olsun. Amin. İndi duraq bir yerdə imanın etirafını dua edək. İman edirəm. Yeri və göyü yaradan, külli ixtiyar Ata Allaha və onun yeganə oğlu, müqəddəs ruhdan döllənmiş, Bakirə Məryəmdən doğulmuş, Ponti Pilatın hökmü altında əzab çəkmiş, çarmıxa çəkilmiş, ölmüş və dəfn olunmuş, ölülər aləminə inmiş, üçüncü gün dirilmiş, göylərə qalxmış, külli ixtiyar Ata Allahın sağında əyləşmiş, oradan diriləri və ölüləri mühakimə etməyə gələcək, Rəbbimiz İsa Məsihə iman edirəm, müqəddəs ruha, müqəddəs ümumdünya kilsəsinə, müqəddəslərin ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata iman edirəm. Amin. İndi imanlılar kimi dualarımızı külli ixtiyar Allaha deyək. Rəbbim, bu gözəl gününə təşəkkür edirik. Sən bura gələn imanlı, imansız fərqi yoxdur. Bütün bacı qardaşlarımızı xeyir dualandır. Eşit bizi, ya Rəbb. Eşit bizi, ya Rəbb. Papa Leonu, Yepiskopumuz Vladimiri, kilsəmizdəki bütün keşişlərimizi, bacı qardaşlarımıza, hər birinə xeyir dua ver ki, onlar da bizi sənin sevgini, sənin yolunu doğru formada öyrədə bilsinlər. Eşit bizi, ya Rəbb. Eşit bizi, ya Rəbb. Çətinlik içində yaşayan, əzab-əziyyət içində yaşayan qardaşlarımıza, bacılarımıza kömək et. Öz kömək əlini uzat. Onları özün sənsiz qoyma, Rəbbim. Eşit bizi, ya Rəbb. Eşit bizi, ya Rəbb. Eşit bizi, ya Rəbb. Hal-hazırda Romaya gedən bir qrupumuz var. Sən oradakı insanlara xeyir dua ver, Rəbbim. Sən onlara öz işığını, məhəbbətini daha da çox göndər. Qoy hər daim səni daha çox sevə bilsinlər. Eşit bizi, ya Rəbb. Eşit bizi, ya Rəbb. Eşit bizi, ya Rəbb.
Ya Rab, bütün dualarımızı eşit ve bize müqəddəs ruhunu ver. Rabbimiz İsa Mesih vasitesiyle. Çöreği bölüp İsa'nın bedenini yeyirik. Hey ya çöreği, Rabbin sevgisinin nişanı. Çok olduğumuz halda biz bir bedeniz. Çünkü hamımız bir çöreği bölüp yeyirik. Çok olduğumuz halda biz bir bedeniz. Çünkü hamımız bir çöreği bölüp yeyirik. Şərab götürür İsa'nın qanından içirik. Bağışlanma üçün axıdılan qanından içirik. Çok olduğumuz halda biz bir bedeniz. Çünkü hamımız bir çöreği bölüp yeyirik. Çok olduğumuz halda biz bir bedeniz. Çünkü hamımız bir çöreği bölüp yeyirik. Qardaşlarım və bacılarım, Allah hər şeyə qadir ata, mənim və sizin qurbanınızı qəbul etməsi üçün dua edin. Allah öz adının ucalığına və şanına bizim və bütün müqəddəs kilsəsinin rifahı üçün əllərindən bu qurbanı qəbul etsin. Allahım, sənə yalvarırıq. Kilsəni paklayan bu müqəddəs qurban, onu hər gün daha müqəddəs etsin. Onun başı olan Məsihlə birlikdə kilsə özünü qurban olaraq təqdim etsin və özlərinin günahları onun üzərinə kölgə salmasın. Bunu Rəbbimiz İsa Məsihin adına səndən diləyirik. Amin. Rəbb sizinlə olsun. Və sənin ruhunla Qəlblərimizi yüksəldik. qəlblərimiz Rəbb ilədir. Rəbbimiz Allaha şükür edək. Bu doğru və adildir. Rəbbimiz müqəddəs ata, əbədi və qadir Allah, hər zaman və hər yerdə səni tərifləmək və sənə şükür etmək bir vəzifə və bir qurtuluş yoludur. Çünki sən hər dua evindəsən və ilahi nurunla həyatımızı aydınladan müqəddəs ruhun bir məbədi ola bilməyimiz üçün bizə nemətlərini bağışlayırsan. Daşlardan düzəlmiş məbədlərimiz oğlunun başı olan müqəddəs mənəvi bədəni simgələyir. Kilsənin xoşbəxt bir ana kimi saysız övladları ilə birlikdə göylərdə uca əzəmətinə qovuşması üçün onu hər gün daha da müqəddəs et. Bu səbəblə bütün mələklərlə və müqəddəslərlə birlikdə yəqdiliklə deyirik. Müqəddəs, müqəddəs, müqəddəsdir Rəbbimiz kainatın Allahı. Göylər və yer sənin şanınla doludur. Osana, Osana, Osana,
Rəbbin adı ilə gələn xeyir dualıdır. Osana, 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 səmalardakı yüce Allah. Osana, 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 səmalardakı yüce Allah. Rabbimiz, sen hakikaten müqəddəssən. Bütün müqəddəsliyin mənbəyisən. Odur ki, sənə dua edirik Allah'ım. Bu nemətlərin Rabbimiz İsa Mesih'in bədəni və qanı olması üçün qoy ruhun şəh kimi onların üzerine düşsün və təqdis etsin. İsa Mesih öz iradesiyle əzablara razılıq verdi, küreyi götürüp şükür ederek böldü ve şagirdlerine paylayıp belə dedi. Alın ve hamınız yiyin. Bu sizin için kurban edilecek bedenimdir. Eyniyle Şam yemeğinden sonra şarap kasasını aldı, tekrar şükür edip onu şagirdlerine vererek böyle dedi. Alın ve hamınız bu kasadan için. Bu benim kanımdır, yeni ve ebedi ehdin kanı. O sizin ve bütün insanların uğrunda günahların bağışlanması için akıdılacak. Bunu beni hatırlamak için edin. İmanın sirridir. Rəbbimiz, sənin ölümünü elan edirik, dirilişini etiraf edirik və şanlı gəlişini gözləyirik. Allah'ım, oğlunun ölümünü ve dirilişini hatırlayarken bu ebedi hayatın çöreğini ve hilas kasasını sana təqdim ederek şükür edirik. Çünkü bizleri huzurunda sana hizmet etmeye layık gördün. İtaatkarlıkla sana dua edirik ki, İsa Mesih'in bedenini ve kanını kabul eden zaman, müqəddəs ruhun qüdretiyle hamımızın toplanmasını ve birlik içinde yaşamamızı nasip edesin. Bütün dünyaya yayılmış kilseni hatırla Rabbim ve Papa Leon'u, Yepiskopumuz Vladimir'i ve senin hizmetinde olan ruhanilerle birlikte kilseni sevgide mükemmelleştir. Rabbim, dirilme ümidiyle yatmış kardeş bacılarımızı ve merhametine sığınmış bütün merhumlarımızı hatırla. Rabbim, onları huzuruna kabul et ve ebedi nuruna kavuştur. Hamımıza merhamet göstermeni dileyirik. Allah anası müqəddəs Bakire Meryem'le, onun nişanlısı müqəddəs Yusif'le, əsrlər boyu senin sevgini kazanmış hevariler ve bütün müqəddəslərlə birlikte ebedi hayata kavuşmağımızı oğlun İsa Mesih vasitesiyle sana ebediyen həmd ve şükür etmeyimizi nasip et. Her şeye qadir ata Allah, müqəddəs ruhun yarattığı birlik içinde, Mesih vasitesiyle, Mesih'le birlikte ve Mesih'de ebediyen bütün izzet ve şeref senindir. Amin. Xilas edici emirlerden öğrenerek ve ilahi nəsihətlərdən ruhlanarak cesaretle deyirik. Ey göklerde olan atamız,
adı müqəddəs tutulsun. Səni səltənətin gəlsin. Göydə olduğu kimi yerdə də sənin iradən olsun. Gündəlik çörəyimizi bizə bugün ver və bizə borclu olanları bağışladığımız kimi bizim borclarımızı da bağışla və bizi sınağa çəkmə, lakin bizi şərdən xilas et. Rəbbimiz, bizi hər cür şərdən qurtar və günlərimizi əmin-amanlıqla keçirməyimizi bizə nəsib et ki, mərhəmətinin köməyi ilə xilaskarımız İsa Məsihin gəlişini sevinclə və ümidlə gözləyən bizlər həmişə günahdan azad olaq və hər cür təlaşdan uzaq olaq. Çünki səltənət, qüdrət və izzət əbədi olaraq sənindir. Amin, amin, amin. Rəbbimiz İsa Məsih, həvarilərinə sizlərə sülhümü qoyuram, sizlərə sülhümü verirəm dedim. Günahlarımıza deyil, kilsənin imanına bax və öz iradənlə ona sülh və birlik nəsib et. Çünki sən əbədiyyən varsan və hökm edirsən. Amin. Rəbbin sülhü həmişə sizinlə olsun. Və sənin ruhunla. Qardaşlarım və bacılarım, bir-birimizi sülh nişanı ilə salamlayaq. Sülh olsun. Üzərinə dünyanın günahlarını götürən Allahın quzusu, Allahın quzusu, bizə mərhəmət et, bizə mərhəmət et. Üzərinə dünyanın günahlarını götürən Allahın quzusu, Allahın quzusu, bizə mərhəmət et, bizə mərhəmət et. Üzərinə dünyanın günahlarını götürən Allahın quzusu, Allahın quzusu, bizə sülh ver, bizə sülh ver. Budur, dünyanın günahlarını üzerine götüren Allah'ın kuzusu. Quzunun süfrəsinə dəvət edilənlər nə bəxtiyardır. Rəbbim, mən layiq deyiləm ki, sən evimə gələsən. Lakin yalnız sənin bir kəlmənlə qəlbim sağalacaq.
Mənim boyunduruğumu üzərinizə götürün və məndən öyrənin. Çünki mən həlim və qəlbən təvəzzökaram. Hey bütün yorğunlar və yükləri ağır alalar, mənim yanıma gəlin, mən sizə rahatlıq verərəm. Mənim boyunduruğumu üzərinizə götürün və məndən öyrənin. Çünki mən həlim və qəlbən təvəzzökaram. İnanırıq Məsihsən, göylərdən emisən, azad etmək üçün bizi alqanını tökmüsən. Günahlarla bağışlanır, xəstə yaralar sağalır, ümid tək sənə bağlanır, ruhum tək səni arayır. Günah qanınla bağışlanır, xəstə yaralar sağalır, ümid tək sənə bağlanır, sənə. Minnətdaram Rəbb İsa'ya, bizə həyat verənə, dünyanın əzabından bizi azad edənə. Günah qanınla bağışlanır, xəstə yaralar sağalır, ümid tək sənə bağlanır, ruhum tək səni arayır. Günah qanınla bağışlanır, xəstə yaralar sağalır, ümid tək sənə bağlanır, sənə. Adınla tövbə etdik, xilaskar tək tanıdıq, qəlbimizdə məkan sal, ömürlük bizimlə qal. Günah qanınla bağışlanır, xəstə yaralar sağalır, ümid tək sənə bağlanır, ruhum tək səni arayır. Günah qanınla bağışlanır, xəstə yaralar sağalır, ümid tək sənə bağlanır, sənə.
Dua edeceğim. Bu dünyadaki kilselerimizi göylerdeki mebedin müjdecisi olarak görmeyimizi isteyen Uca Allah, sana yalvarırız. İlahi çürekle gözlenmiş olan bizlerin her zaman dua evlerinde nimetlerimize kavuşmamıza ve bir gün ezametle dolu ebedi evine girmeyimize kömek et. Bunu Rabbimiz İsa Mesih'in adına senden dileyirik. Amin. Koy her gün bizde bu ümit olsun ki biz Allah'ın karşısında çok vacibiz. Biz onun mehmetleriyiz. Rab sizinle olsun. Və sənin ruhunla. Her şeye kadir Allah, Ata, Oğul ve Müqəddəs Ruh size xeyir dua versin. Amin. Sülh ile gedin. Allaha şükürlər olsun. İsa padşahdır, İsa padşahdır, İsa padşahdır bu alemde. İsa padşahdır, İsa padşahdır, İsa padşahdır bu alemde. Onun adı hamıdan büyük, onun taxtı en ucadır, onun kanı şeytanı ezdi. Rabbimiz İsa padşahdır, İsa padşahdır, İsa padşahdır, İsa padşahdır bu alemde. İsa padşahdır, İsa padşahdır, İsa padşahdır bu alemde. Onun adı hamıdan büyük, onun taxtı en ucadır, onun kanı şeytanı ezdi. Rabbimiz İsa padşahdır, İsa padşahdır, İsa padşahdır, İsa padşahdır bu alemde.